Değerli həmvətənlərim, değerli soydaşlarım, değerli həmvətənlərim, İnqilab Əli Kərimli tutulan gündən inqilab başlayıbdı. Əli Kərimli tutulan gündən inqilab başlayıbdı dostlar, qardaşlar, canlar, ciyərlər. Əziz həmvətənlərim, Əli Kərimliyə verilən iş elə hesablandı ki, Ramiz Mehdiyevə ev dustaqlığı verilməsinin 4 ayından 14 ayın bitməsindən Əli Kərimlinin həbs müddəti bitir. Əcaba, Ramiz Mehdiyev ev dustaqlığı bitdi, Əli Kərimliyə görə məhkəmə olmalıdır, məhkəməyə Ramiz Mehdiyev gəlməlidir, mütləq gəlməlidir. Əcaba Ramiz Mehdiyevi məhkəməyə gətirə biləcəklərmi? Mümkün deyil. Ramiz Mehdiyevi məhkəməyə gətirə biləcəklərmi? Mümkün deyil. Yoxsa əcaba bu qədər də biraz qabağa gedirlər, elə bil çox qabağa gedirlər. Nurgün Holdingin müəmmalı fəaliyyəti Əli Kərimliyə avtomobil bağışlayan Nuri Əliyev kimdir? Bu kimdir? Yalanla. Birazdan deyəcəklər, bilirsiniz nəyə bənzəyir bu? Birazdan deyəcəklər, değerli həmvətənlərim, budur baba. Birazdan deyəcəklər, yadınızdadır da o vaxtı koronavirus dönemində 180-190 manat verməmək üçün, yadınızdadır da, gedirdi süpürgəçi, fəhlə adam gedirdi, 10 dənə toyuğu yoxdur, nə də bir dənə toyuq alıb evində uşağına bir qızartma ya da bir soyutma eləyib yedizdirmə imkanı yoxdur. Adam 180 manat, 190 manatını istəyəndə adamın adına zapravkalar çıxırdı, ha. Adamın adına xaricdə 10 dənə şirkət çıxırdı, ha. Elə değil mi? İnanın Allah'a indi Əli Kərimli onun günündədir. İndi inanın Allah'a hələ o Heydər Fonduzad da Əli Kərimlinin adını olmasa yaxşıdır. İnanın Allah'a o Bakıdakı o, nədir o, Eldar Mahmudovun villaları, maşın servisləri, sonra nədir o, Ramiz Mehdiyevin Patandartdan belə villaları, hamısı Əli Kərimlinin adına çıxmasa yaxşıdır, ha. Ulan Ermənistanda olan Spayka şirkəti, Sevan gölünün qırağındakı Ramiz Mehdiyevə məxsus restoranlar, otellər, hamısı Əli Kərimlinin adına çıxmasa yaxşıdır, ha. Çox güman ki, çıxacaq bir hissəsi. Mən deyəndə ki, Mehriban Əliyeva, Əli Kərimli sevirdi. Əli Kərimli kişi dedi, kişi, sən deyir, mənə ərri eləmədin, ay İlham. İndi onun qisasını aparırlar da. Birinci, Əli Kərimli tutulacağını bilirdi. Əli Kərimli tutulacağını bilirdi və ona görə də belə bir video çəkdi. Buyurun, baxın. Əli Kərimli tutulacağını bilirdi. Ona görə belə bir video çəkdi. Bizi çox incidirsən, yüksəkdirsən, çətinə qalırsan, əgər belə davam edəsən, sənin şantaj ediyini, səni dolaşdırarıq hansısa çirkaba, sənə qarşı hansısa tədbirlər görərik, həmin bu çirkabla əlaqələndirərik səni, mənim bu şantaja da cavabım hazır çoxdanlar bəlidir. Mən Yəni, Ramiz Mehdiyevlə o çirkabla əlaqələndirərik səni, etmə, gəl adam balası kimi biz deyəni ilə, bax, Əli Kərimli tutulacağını bilirmiş, baxın. Mənim bu şantaja da cavabım hazır çoxdanlar bəlidir. Mən bir əvvəl dedim abi, mən neyim ki həbsi, ölümü belə gözə almış adamam. Mənim üçün şəxsən önəmli cavabım... Mən neyim ki həbsi, ölümü belə gözə almışam. Hazır çoxdanlar bəlidir. Mən bir əvvəl dedim abi, mən neyim ki həbsi, ölümü belə gözə almış adamam. Mənim üçün şəxsən önəmli deyil, nə qədər yaşamaq. Bilirsiniz mənim üçün nə önəmli? Önəmli olan Allahın verdiyi ömrü ləyaqətlə yaşamaq. Prinsiplərlə, dünya görüşmə, özünə sədaqətlə yaşamaqdır. Millətimin yanında olaraq, haqqını müdafiə eləyərək yaşamaqdır. Alnı açıq müzah yaşamaqdır mənim üçün önəmli olan. Nə qədər yaşamaq mənim üçün önəmli deyil. Ona görə də mən heç belə bir şantajlar qorxuda bilməz. Mən həbsi də, ölümü də gözə almış adamam. Həyatımın bütün qalan hissəsi xalqıma xidmətdən olmasın. Və eyni çıxışda Əli Kərimli nə deyir? Başqa bir çıxışını göstərmək istəyərdim sizə Əli Kərimlinin.
Değerli vətənlərim, orada isə Avropada olan siyasi fəalları, blogerləri təbliğ eləyir, danışır və deməli Avropada yaşayan blogerlər hakimiyyətə dəhşətli surətdə qorxu yaradır, qorxu saçır. Və Əli Kərimin o çıxışını da bir neçə saniyəlik isə təqdim etmək istəyərdim. Değerli vətənlərim, görüm qarşıma çıxacaqsa, baxın, Əli Kərimli həbs ediləcəyini bilirdi. Sadəcə olaraq dostlar, qardaş. Baxın, Sahibə Qafarova, Milli Məclisin sədri Sahibə Qafarova bakirəliyini zamanında Lavrova verən, özdə Sahibə Qafarova ermənidir, Lavrovun qabağında lambada. Değerli vətənlər. Aya boy, Allah, İlham Əliyev nəyə imza, aya nə əldə ediblər. Dəhşətli bir şəkil əldə ediblər, buna baxın, ay millət. Ay millət, buna baxın. Ay millət, baxın buna. Babəkin dövründən deməli Cəmil Həsənli, Əli Kərimli, Rüstəm İbrahimbəyov. Baho! Bu en azından 20-30 il bu şəklin yaşı var. Ay, çıxardıblar ki ortaya. Oo, məxvi əlaqələri çıxartmışıq. Məxvi əlaqələri. Demək ki, ölkədə inqilab olasıydı. Əli Kərimli çevriliş eləyib, ölkəni ələ keçirəsiydi. Əli Kərimli İlham Əliyevi yıxıb, ölkəni zəbt eləyəsiydi, ələ keçirəsiydi. 56 ildə özləri ölkənin qanını sorurlar. Gör nə şəkil əldə ediblər. Bunu utanmadan da paylaşıblar. Heç nə yoxdur ha. Heç nə yoxdur ha paylaşmağa. Qeyri-adi bir şey yoxdur paylaşmağa. Əli Kərimli hüquqşünas adamdır. Kimlə tans oynadığının fərqindədir. Heç nə yoxdur paylaşmağa. İmzasız, tarixsiz, möhürsüz məktubun söhbətini atıblar ortaya. Heç nə yoxdur paylaşmağa. Babəkin dövrünün bir şəklini tapıb paylaşırlar. Rüstəm İbrahimbəyov kimdir? Kimdir? İlham Əliyevdən araq içən adam. Tost deyən, o videonu atın mənə. Hani qoy deyim. Rüstəm İbrahimbəyov İlham Əliyevdən tost deyən adamdır. Bu da ala baxın. Ala baxın. Ala. Rüstəm İbrahimbəyov vətən xainidirsə, murdar adamdırsa, dəyərsiz adamdırsa, quldur, oğraş, qatildirsə, elə həmən illərdə İlham Əliyevdən niyə araq içirdi? İlham Əliyev niyə onun sağlığına tost deyirdi? Baxın. Ala, bu kişidir, bax əlində rumka. Ala. Bax bu kişidir, baxın ay millət. Ay millət, baxın. Gördünüz, təzdən göstərəcəm sizə. O oturdu ha o kişi. Bax o kişidir Rüstəm İbrahimbəyov. O bizdə Cəmil Həsənidir. İndi sual ortaya çıxır. İlham Əliyev görün, indi bunun nə tər sağlıq deyəcək. Baxın dəyərli vətənlərim. Görün sizə bir nə məlumat çatdırır Qabil Türkoğlu. Dəyərli vətənlərim. Şəkildə Ramiz, Kemaləddin, Elçin, Ramil Usubov, Erməni Əli Həsənov. Baxın, şəkilə baxın. Baxın şəkilə. Bundan da birazdan yenə söz açarıq. Bu şəkili birazdan yenə sizə təqdim edərəm. İncədən incəyə. Dostlar, qardaşlar. Rüstəm İbrahimbəyovla Əli Kərimli şəkil çəkdiribsə, İlham Əliyev onunla rumka döyüşdürüb onun sağlığına tost. Rüstəm İbrahimbəyovla araq içir. Rüstəm damğasını vurur. Ramiz'i qucaqlayıb öpür. Ramiz damğası vurur. O Ramiz'i öptüyü videonda indi göstərəcəm sizə. Səbirli olun. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu videonu kəsin hər yerdə paylaşın. İlham Əliyev Əli Kərimli həbs eləyib, Əli Kərimin silahdaşlarını həbs eləyib, müxalifəti həbs eləyib. Silahdaş deyəndə bizim tankımız, topumuz yoxdur, sadəcə əqidə yoldaşlarını.
cəbhəçiləri artıq həbs edib özlərinə işgəncə verməklə yanaşı, cəbhəçilərin əskər balalarına da işgəncə verirlər, əskər balalarını belə cəbhədən oğurlayırlar. Bu qədər şərəfsizdirlər. Əli Kərim haqqında heç bir şey ortaya qoya bilmirlər. Yadınızdadsa bir müddət bundan qabaq imzasız, möhürsüz, tarixsiz güya Putinə məktub yazıblar, çevrilişə görə, nə bilim nəyə görə və güya onu Əli Kərimin evindən tapıblar. Əli Kərimi bu qədər ağılsız idi, hüquqşünas Əli Kərimi onu evində saxlayırdı. Paho, imzasız, möhürsüz və məktubu. Və deyələmədəm, heç nə yoxdur ortaya qoymağa, sadəcə olaraq bir şəkil qoyublar ortaya. Bax budur, Rüstəm İbrahim Bəyovdur, professordur, dəyərli vətənlərim, Əli Kərimlidir və Cəmil Həsənlidir. Babəkin dövründə çəkilən bu şəkil, indi məcazi mənada deyirəm, deməli, Babəkin dövründə çəkilən bu şəkili Rüstəm İbrahim Bəyov Ramiz Mehdiyevin adamıdır, xaindir, xəyanətkardır deyərək Əli Kərimliyə şəkil üzərindən zərbə indirirlər. Elə bir fırtına qopartmağa çalışırlar ki, öz aləmlərində sanki bu şəkil hər şeyi həll eləyirmiş. Rüstəm İbrahim Bəyov, Rüstəm İbrahim Bəyov xaindirsə, vətənə xəyanət edəndirsə, İlham Əliyev xeyr ola onun sağlığına tost deyir. Onun sağlığına, onunla rumka-rumkiyə döyüşdürür. Elə həmən tarixlərdə, elə həmən tarixlərdə. Buyurun baxın. Buyurun baxın. Нашего азербайджанского народа есть одна странная традиция, которая позволяет давать алаверды. Если кто-то сказал что-то, что кого-то задело за сердце, он может встать и добавить. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev saldıran məsafəni, İlham Əliyev tost deyir Rüstəm İbrahim Bəyovun sağlığına. Baxın. За человека, который такой же, как мы. Et donc, je porte ce toast à la santé de quelqu'un qui est comme nous, Но за выдающегося человека. mais celui qui est Выдающийся. Вот я показал, не надо переводить. plus grand que Рустам, за вас. Ala, Rüstəm müəllim, ala. Tosta bax, ala Rüstəm İbrahim Bəyov. Ala, ala Rüstəm İbrahim Bəyov. İlham Əliyev Rüstəm İbrahim Bəyovla Əli Kəriminin şəklini paylaşır, xain damğası, çevriliş damğası vurmaq üçün İlham Əliyev onunla ağız-ağızı öpüşüb, Rüstəm İbrahim Bəyovun sağlıq deyir, tost deyir, şərəfinə tədbirlər hazırlayır. İlham Əliyev Ramiz Mehdiyevi qucaqlayır, dodaq-dodağa öpüşür, Ramiz Mehdiyev üzərindən cəmaatı şərləyir. Baxın. Hörmətli müəllim, Yəni. məsul vəzifələrdə işləyirsiniz. Həm Sovet dövründə Öpüşə bax indi, öpüşə, marçıltıya bax. ölkəmizin inkişafına böyük töhfə etmişsiniz. Tamam. Ata baladır. Ay içinizin de ağzınıza verim elə sizin. Ramiz'i öpür, bir neçə gün, bir neçə ay bundan qabaq. Ramiz'i öpür, qucaqlayır, marçamuç dodaq yalaşırlar. İnək balasıyla yalaşan kimi birbirinin boynunu yalayırlar, Ramiz üzərindən hamını basır içəri, xəyanət damğası vurur, çevriliş damğası. Rüstəm İbrahim Bəyovdan bazlıq eləyir, nə bilim onunla rumka vurur, onun sağlığına badə qaldırır, tədbirlər eləyir, Rüstəm İbrahim Bəyovun şəklini paylaşdırıb, xəyanət damğası vurur. İlham Əliyev, sənin bir abrın həyan var mı? Səndən murdar adamsan, hə? Sənin sifətinin qırmızısı, götündən qırmızı da, İlham Əliyev. Həmən elə bilirdim sən
bu qurtların, köhnə qurtların, təzə qurtların yanında bir, elə bilirdin, bir səviyyəli adamsan. Yəni, sənin üzün üzlər görübdür, götün bizlər görüb İlham Əliyev. Bu nə deməkdir ay qardaş? Təmiz söhbət eləyək, bu qədər biabırçılıq olar mı? Ramiz ona göre gülür ki, değerli vətənlər. Ramiz'in o axırda el tutur, öpüşəndən sonra el tutmağını gördünüz mü? Bic-bic gülməyini. Niye gülür bilirsiniz? Ramiz ona göre gülür ki, yani hamıya gösterdi ki, bu mənim çumomdur, çumom. Bu prezident mənim çumomdur. Məndən başqası ilə belə səmimi görüşə bilməz. Siz mənə deyin görüm, Ramiz'dən qucaqlayıb bir-birini yalayıb, Ramiz üzerinden. Rüstem İbrahimbəyovla kucaklaşıp tost deyib, Rüstem İbrahimbəyov üzerinden. Cemaatı hain çıkardı. Bakın, siz Allah'a ant verirəm. İlham Əliyev bu günə kimi kimlənsə belə kucaklaşıb mı? Heç arvadını belə kucaklamayıb 2013-cü ildən bəri. Vallahi. Ala bak, ala. Ala, bu qabaq eləyim də. Ala, bak. Kimlənsə belə kucaklaşıb mı? Bak. Ala. Babam. Oh. Ah. Marş. Oh. Ah. Oh. Siz Allah'a ant verirəm. Heç öz arvadını belə öpməyib. Heç Cəmiləni belə yalamayıb. Heç Fəxriyəni belə öpməyib. Ha, bu nə öpüşdə? Ha, bu İlham Əliyevin başına diqqətlə baxaq. Buralarda elə bir ki, bir sivilcə kim şey var. Bəlkə o Mehribanın qoyduğu buynuzlar yavaş-yavaş yekələnir. Bax görək. Bax görək. Bəlkə oğlu. Nə qədər götün sifətindən qırmızı oğraş olmalı sanki. Dün bir donuz götü gördüm, o dişi donuz idi şeyini də, cinsiyyət orqanı. Vallahi bunların sifətini oxşuyur onun cinsiyyət orqanı. Donuzun. Bu qədər uğraşdığım onları, bu qədər şərəfsizliyim onları, bu qədər qancıqlıq mı onları? Sen həyatda en yakın olduğun adam, en çok öpüştüğün adamla sen Əli Kərimini, Qabil Türkoğlunu ve bizi kimi adamları sen calayıb xəyanət damğası vurursan.